Digər yerlər irfan adı ilə düşmən bəzən elə işləyir. İnsanların ancaq vəzifəsi əxlaq, irfan, sizin işiniz yoxdur ictimai siyasi proseslərdən. Əsl irfan, əxlaq hamısı ictimai siyasi proseslərdədir. Ora bizim üçün həqiqətən Allahın məhzəridir. Vəzifələrimizə əməl etmək bizim böyük ariflərimiz. Eyni ilə də ictimai siyasi xadimlərimiz, böyük şəxsiyyətlərimiz elə əxlaqı, irfanı vəzifəyə əməldə görüblər. Nə düzgün əməl etsək, and olsun Allaha deyirəm, istəyir bu gün Azərbaycanın daxilində olan İslam düşməni. Həmin o düşmən ki, bizim hicabımızı əl uzadıb. Həmin o düşmən ki, 1999-cu ildən pasportda, bu bizim qeyrətimizə sataşıb, onu biləsiniz. Pasportda ana bacımızın şəklini qoymur hicabla çəkdirək. Artıq neçə illərdir keçir. Bir müsəlman üçün bu artıq ardır. And olsun Allah'a ardı. Küçədə gedərsən öz ananla, bacınla kimsə desə başınasın, necə narahat olarsan? Və özünü saxlaya bilmərsən, heç alimdən də soruşmarsan ki, mən neyniyim ona, bilərsən neyniyərsən. Bunu bilin, bunlar artıq 1999-dan pasportda hicablı qadınların şəkil çəkdirməni icazə vermirlər. Özə konstitusiyada da bu yoxdur. Düşməninizi tanıyın. Bəli, biz deyirik, indi sən bunu xarici kəşfiyyatın əli ilə eləyirsən Azərbaycanda, hər ikimizin əlini tutacaq. Sən bizim namusumuza, qeyrətimizə sataşa bilmərsən. Sataşacaqsan, görəcəksən nələr olur. Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Yəni bu qədər problem qala-qala, bu qədər narahatlıq ola-ola mən düşünə bilmirəm. Niyə axı dindarlar başlarını qatırlar bəzi məsələlərə? Sənin ciddi problemin var. Hələ dediklərim çox sadədir ya. O qədər ciddi fəsadlar var Azərbaycanda. O qədər gənclərimiz istəyir oğlan olsun, istəyir qız olsun, fəsada doğru gedir. Bunun günahkarı bilirsiniz kimlərdir? Birinci növbədə Allah bizlərdən haqq hesab eləyəcək bunu, biləsiniz. Quran ayələrinə əsasən, hədislərə əsasən o cəmiyyətin ziyalısı, alimi, biləni, agah olandan Allah sorğu-sual eləyəcək.